şeydir. Heç blok sualı da deyil. Ümumiyyətlə bu mix tipli sualdır. Yəni belə suallar heç abituriyentlərə blokda demək olar ki, düşməsi düzgün deyil. Nə də ki, belə deyək, buraxılış vaxtı. Çünki bu sual tipi hədsiz dərəcədə vaxt aparır. Yenə ağırdır, yəni buraxılış üçün ağır sualdır. Bu sözün birini verib təhlil etsəydilər, hardasa buraxılışa uyğun olardı. Məncə ədalətsizlik var bu imtahanda. Səhv ediləsi sualdır. Yəni 3-cü qrup hardasa yazarlar, amma 3-cü qrup deyilsə bu uşaq necə bunu deyirsən? Bütün feil hər şeyini soruşursan. Sən verdiyin vaxtla verdiyin sual bir-birindən uyğunlaşmır. Deyə bilərsən o bir rahat. O biri rahatdır. Hə, o tapılacaq 30 saniyə. Amma bu tapılacaq 3 dəqiqə. Yəni mənim belə ən az 5 dəqiqəm alıb. Mənim belə ən az 5 dəqiqəm alıb ki, tam dəqiq baxım. Yaz uşağı necə tapsın? Yəni görünür ki, test tərtibçiləri kimlərdirsə, məsələn, sualları birini götürüb Tuzladan, birini götürüb göstərin. Blok suallarıdır, konkret. Yəni imtahan sualları Azərbaycan dilindən mən digər fənləri deyə bilmərəm. Faciə Dərbənd ətrafında birinci mətin çox eybəcər mətindir. Hamının od qoyan yer riyaziyyatdan açıq sualları çətin idi mi? Bəli, çətin idi. Məsələn, bir var asan sual, bir var çətin sual. Orta sual anlayışı ümumiyyətlə yox idi. Azərbaycan dil mətnləri, riyaziyyatın ətraflı sualları, Azərbaycan dil mətnləri Azərbaycanın tədris proqramına uyğun deyil idi. Biz niyə kitab çıxardıq? Biz kitabı niyə işləyirik? Əgər imtahana uyğun salmayacaqsınızsa, o kitabları niyə çıxardırsınız? Yesin idi, çox sürətli deyilirdi. Azərbaycan dilinin qrammatikası mətnləri blok idi, riyaziyyatın ətrafları blok sualları idi. İndi biz nə edə bilərik?